Təsəvvür eləyin, qiyamət günüdür. Günahkar olaraq aparırlar bizi əzaba tərəf. Birdən görürük ki, bir nurani adam dayanıb, baxırıq deyirik, bu kimdir? Deyirlər, bu Əli ibn Əbi Talibdir. Buna deyəndə deyirik, icazə verin, bir dəqiqə saxlayın, onsuz da əzaba gedirəm. Heç nə istəmirəm, bir dənə onun cəmalına baxmaq istəyirəm. Fürsət verin, ona tamaşa eləyim. Mən bir ömür ona aşıq olmuşam. İndi istəyirəm onun üzünə baxım, sadəcə üzünə baxım. Elə bil ki, sən baxırsan Əliyə, Əli də sənə baxır. Günahın yadından çıxır, cəhənnəmə getməyin yadından çıxır. Elə heyran-heyran baxırsan, elə yerdə mələklərə nida gələr ki, buraxın onu, buraxın. Bu ki, günahlarını, oda düşməyini unutdu Əlini görən kimi. Bu ki, aşıqdır, bu aşıqliyi bəsdir, onu buraxın. Layiq deyil bu bədən cəhənnəmdə yansın. Gördülər bir xarabalığın içində bir kişi oturub, yaman ürək yandıran naləsi var. Cüzam xəstəsidir, dəri xəstəsidir. Hamı ondan imtina eləyib ki, başqalarını yoluxdurmasın. Şəhərdən çıxardıblar, bir xərabənin içində yatır, tərpənə də bilmir, gözü də görmür. Ağlaya-ağlaya deyir, ay mənim istəyim, hardasan? Dedilər, sən kimsən? Dedi, mən xəstə bir adamam. Bəs niyə belə yana-yana ağlayırsan? Deyir, bir ağam var idi, istəyim yox idi. Hamı məndən üz döndərmişdi. Hər gecə gəlib mənə baş çəkirdi. Hər gecə gəlib məni sığal çəkirdi. Onun isti nəfəsini hər gün hiss edirdim. Neçə gündür gözüm yoldadır, gəlməyim. Onun həsrəti ilə yanıram. İmam Həsən dedi, bilirsən o kimdir? Möminlər əmiridir. Mən də Həsən ibn Əliyəm, onun balasıyam. Onu dəfn eləyib gəlirik. Bunu deyəndə elə ağladı, dedi, ağa icazə istəyirəm, xahiş edirəm, aparın məni onun qəbrinə. Məhrəm oldu, sirrlərə məhrəm oldu. Gizli qəbrinə apardılar. Bir üzün qoydu torpağa və gördülər səsi kəsildi. İmam Həsən gəldi, gördü, canı bədənindən ayrılıb, qovuşub o da mövlasına, ağasına.